Azərbaycanın xalq artisti Miri Yusifə çox ağır itki üz verib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, onun atası Mirheydər Mirbabayev dünyasını dəyişib. Bu barədə tanınmış teleaparıcı Hacı Nuran Hüseynov Instagram hesabında paylaşım edib. Mirheydər Mirbabayevin ötən gün öldüyü açıqlanıb. Məlumat üçün onu da qeyd edək ki, illərdir Türkiyədə yaşayan Miri Yusif ötən ay ailəsi ilə birlikdə Bakıya köçüb. Polis tərəfindən TikTok əməliyyatlarında saxlanılan aparıcı Zahid ev dustaqlığına buraxılıb. Bu barədə APA TV onun vəkili Yusif Seyfəlov məlumat verib. Nərimanov rayon məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə keçirilən məhkəmədə Azər Zahidin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və Azər Zahid ev dustaqlığına buraxılıb. Qeyd edək ki, Azər Zahid Cinayət Məcəlləsinin 193-1.3.2 mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, 244-1.2.2 qumar oyunu təşkil etmə, 244.1.2.4 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə təqsirli bilinmişdi.